Salam hörmətli izləyicilərimiz, xoş gördük sizləri bir daha Masazır qəsəbəsində əlim yandı, təzə, yenicə təmirdən çıxmış 3 otaqlı həyət evimizi sizlərə təqdim edirəm. Masazır qəsəbəsində yerləşir. Bakı-Sumqayıt magistral trassına da yaxın bir ərazidədir. Geniş həyətli, maşıngilən həyətli, 3 otaqlı, geniş otaqlı həyət evimiz. Paket kupcalıdır, ipoteka şərtlərinə tam uyğun vəziyyətdədir. Bax, bu həyət hissəsidir. Hörmətli izləyicilərimiz, maşın rahatlıqla daxil ola bilir. Görürsünüz, bu darvaza hissəsi gözəl şəkildə zirzəmisi var. Quru zirzəmisi girib hərəkət etmək mümkündür. Evin də görünüşü belədir. Qaz sayğacı, işıq, su sayğacı var və mərkəzi kanalizasiya sistemi var. Evin içinə daxil olaq. Həyətini də bax, buradan bu formada da sizlər üçün göstərim. Geniş həyətə malikdir. Əsas odur, maşın daxil ola bilir içərisinə rahat şəkildə. Evin içinə daxil oluruq. Evimiz 3 otaqlıdır, geniş sahəyə malikdir. Dediyim kimi bütün kommunal xətləri hazırdır, çəkilib. Əsas odur, evində torpağında kupçası var, ipoteka şərtlərinə, bank şərtlərinə tam uyğun vəziyyətdədir. Giriş isə bu formada 2 yataq otağı, 1 salon, mətbəx, sanitar qovşaq və holdan ibarətdir. Gördüyünüz bu sahə isə evimizin salon hissəsi geniş formada, çox böyük formadadır. Spot lampalar montaj olunub, kondisioner üçün elektrik mənbəyi qoyulub. Bax, bu formada evimiz. Bu salon hissəsi. Əlavə 2 yataq otağı, 1 salon. Yataq otaqlarına keçsin. Bu isə yataq otağımız geniş, təmirli, hər bir otağında fərqli divar kağızı var, fərqli tonlarda. Bu isə digər bir böyük yataq otağımız. Çox geniş yataq otaqları və çox geniş salon hissəsi var. Bu isə mətbəx hissə. Görürsünüz, bax, böyükdür. Qaz xətti, işıq, kanalizasiya xətti mətbəxə qədər çəkilib, gətirilib. Öz həyətinə də baxan pəncərələr var hər birinin. Bax, bu da sanitar qovşaq hissəmiz. Qəşəng keramogranit kafellə təchiz olunub. Duş kabin üçün yer qoyulub, döşəməsi isitmədir. Yenə xatırladım, 3 otaqlı həyət evimizin qiyməti 68.000 manat. Real müştərilərə qiymətdə mütləq endirim olunacaq. Diqqətinizi və izlədiyiniz üçün təşəkkür edirəm.